Salam hörmətli izləyicilər. Bugün AFFA U13 liqasında Neftçi Ulduzun qonağıdır. Olduqca vacib bir meydandadırlar və heyətlərlə tanış ola bilərik. Başlayaq əvvəlcə meydan sahiblərindən Ulduz komandasında qapını 31 nömrəli Emin Qasımov qoruyur, 22 komandanın kapitanı Cəbrayıl Əkbərov, 25 Kənan Gözəlov, 36 Ömər Hüsuzadə, 27 Yusif Nurməmmədov, 21 Eldar Məmmədxanov. Neftçidə start heyət bu cürdür. Qapıda 81 nömrə Yusif İbrahimli, 7 Əkbər Nağıyev, 20 Fərid Dadaşzadə, 10 Ayxan Əkbərli, 5 Hüseyin Əliyev. Fit səslənir və maç başladı. Uğurlar Neftçi. Komandamızın hücumu ötürmə, qapı qarşısına zərbə və gol! Əkbər Nağıyev 9-cu dəqiqədə Neftçi səfərdə hesabı açır. 1-0 sol cəhdan əğli ötürmə və Əkbər düzgün mövqe seçmişdi. Ortadan zərbə vuranı qarşıla. İndi ötürmə Əkbər istiqamətində yaxşı alınır. Əkbər daha bir ötürmə düşündü. Top keçmədi, amma Əkbərdə qaldı. Əkbər Nağıyev ötürmə. Yenə keçmir, top Əkbərdədir. Nağıyev daha bir ötürmə. Bu dəfə dəqiqdir. Zərbə indirilir və gol! Ayxan Əkbərli. 2-0. 21-ci dəqiqədə hesab 2-0 olur. Ümumi hesabsa artıq 3-1'dir. Neftçi üstünlüyünü bir qədər də artırır. Finala bir addımda yaxınlaşır. Və qarşılaşmanın ilk hissəsi başa çatır. Komandamızın heyətində 28 nömrəli oyuncu Hüseyin Abdullazadə meydana daxil olur və ikinci hissə başladı. Bir daha uğurlar Neftçi. Fərid ötürmə cərimə meydançasına zərbə və gol! 3-0 olur hesab. Əkbər dubl edir. Əkbər Nağıyev. Turan Tovuzla oyunumuz qalıb ki, orada qazanılacaq qələbə Neftçini çempion edəcək. Və indi qapıya zərbə, 4-cü gol. Bununla da məsələni bitirir Hüseyin Abdullazadə. 3-cü golun asistini etmişdi, 4-cü golun müəllifi olur. Və bu qolla da artıq əminliklə demək olar ki, Neftçi U13 liqasında finaldadır. Rəsmiləşməsi üçün hakimin final fiti lazım idi, ancaq bu ərəfədə Ulduz komandası vurulan qollardan birinin əvəzindən çıxır. Baxımlı bir qol vuruldu. Hesab 4-1 olur, ümumi hesabsa 5-2. Bəlkə də bu korner oyundakı sonuncu epizod olacaq. Yox, heç güncdən zərbə də olmayacaq və maç başa çatır. Neftçi U13 liqasında finala yüksəlir.